Mən istəyirəm Yusuf bəy biraz da bu siyasi həmrəylikdən və dialoqdan danışaq. Bu siyasi həmrəylik və siyasi dialoq mühitinin formalaşdırılması bütövlükdə siyasi həyatımıza, cəmiyyətimizə nə verir? Müxalifətsiz ümumiyyətlə dövlət ola bilməz, inkişaf ola bilməz və bugünkü günə çox düzgün qeyd edirsiniz ki, Azərbaycanda siyasi mühitin yeni formalarına dialoqla əmələ gəlir. Yəni söhbət səfərdən getmir. Konferansların keçirilməsi, teledebatların keçirilməsi, hətta mətbuat, internet TV-də, adi TV-də bu və digər məsələyə öz baxışından baxan siyasi elitan nümayəndələri siz nəzərdə? Mən faktiki olaraq 95-ci ildən siyasi mühitin içindəyəm. Parlamentin üzvü olmuşam, Hüquq Komissiyasının müavini olmuşam, ATƏT-in nümayəndə heyətinin rəhbəri olmuşam, Mərkəzi Seçki Komissiyasının üzvü olmuşam, partiya rəhbəri olmuşam. Bax, bizdə bu partiya rəhbəri olanda, mən AMİP-in sədri olum, AMİP kifayət qədər Respublikada sözünü demiş partiyanın ən qocaman partiyalardan biridir. Biz siyasi dialoqu təşkil eləmək istəyirik. Bizim kimi istəyirdi ortaya düşürdü, ATƏT düşürdü ortaya, nə bilim, Avropa İttifaqı düşürdü ortaya. O da alınmırdı. Və bugünkü günə Allah'a şükür hökumətin dövlətimizin özü təşkil edir bunu. Heç kimsiz, ATƏT-siz, Avropa İttifaqsız. Axı niyə ATƏT gəlib bizim dialoqumuzu təmin etməlidir? Niyə başqa bir xarici qüvvə gəlməlidir, bizim birliyimizə güya nail olmalıdır? Halbuki onların məqsədi bizim birliyimizə nail olmaq deyil. Şərtlərlə, əksinə, onların iştirakı olanda... Siyasi həmrəyliyi pozmaq da onların məqsədi. Birliyə nail olmaq deyil. Bəli. Bu dövlətlər arasında, məsəl üçün, Azərbaycanla, məsəl üçün, Ermənistandan olsun, bugünkü günə sülh danışıqlar prosesi gedir də bildiyiniz kimi. Bu demarkasiya, delimitasiya, oradan da bu sülh sahəsinin maddələri müzakirəsi gedir. Həm Azərbaycan tərəfi, həm də Ermənistan tərəfi bəyanat verir ki, bizə şey lazım deyil, moderator lazım deyil, üçüncü tərəf lazım deyil. Düzdür, təşəbbüskar kimi bu və digər görüşün məkan kimi Gürcüstan ola bilir, Rusiya ola bilir, bu və Avropa dövləti ola bilir, müəyyən bir beynəlxalq konferanslarda da iki dövlət başçısı görüşür. Ancaq birbaşa həm Ermənistan tərəfi, həm də Azərbaycan tərəfi bəyanat verir ki, bizə üçüncü tərəf lazım deyil. Üçüncü tərəfin öz maraqları olmalıdır. Bu da həminki bu siyasi partiyaların bu dialoqunda bu 5 ildə mən gördüm də 2010-2015-ci ilə. ATƏT-in özü, Avropa İttifaqının maraqları başqadır. Maraqları bu siyasi partiyalardan dövlətin əleyhinə istifadə etmək. Bəli. Hətta biraz da çox gedən bu siyasi partiyalar adında sən sağçısan, sən solçusan, bunu ortaya qoyub bunları bir-birinə üstünə salmaqdan ibarətdir. Yəni bunların məqsədi ölkədə sabitliyi pozmaqdır. Həmin o siyasi partiyaları güya dialoq mühitində bir araya gətirir, görüntüsü yaradırlar. Halbuki hərəsində bir cür təlimatlar verilir, hərəyə bir cür dəstək verilir, hərəyə bir cür yanaşma olur. Məsəl üçün deyək ki, eyni qüvvələrdir, xarici qüvvələr, Avropa İttifaqı olsun, başqaları olsun. Bu siyasi partiya biraz daha çox diqqət göstərir, o birisi inciyir, küsür ki, mənə niyə diqqət göstərmirsən. O da çalışır, daha çox ölkənin əleyhinə nəsə eləsin ki, onun gözünə girsin falan. Yəni, belə bir mühit, eybəcər, iyrənc bir mühit yaratmışdılar. Amma indi artıq Azərbaycan iqtidarı bu şəraiti yaradıb və hər kəsə də bir azad seçim imkanı verib. Hər kəs gəlir, həmin o dialoq mühitində iştirak edir, sözündə deyir. İndi Əli Kərimli bloger kimi çıxır, gündə orada ağzına gələn danışır. Buyursun, gəlsin, getsin həmin ərazilərə. Konferansiyada iştirak edir. Bəli, yox, demir ki, efirdən deyir ki, ay orada nə bilim yaxşı qurmayıblar, ay belə dağıtdı, hökumət falan. Yəni Əli Kərimlinin dediyini deyirəm də. Mən üzr istəyirəm, o mövzunda soruşacağam. Sizdən nə demək istəyirəm? Buyursun, getsin siyasi partiyaların sədrlərindən Cəbrailə, Zəngilana, orada əgər nöqsan görürsə, gəlsin, çıxsın efirə desin ki, mən getdim, gördüm, filan şeyi hökumət düz eləmir. Bax, düz eləmirsin, bunu düzəldin. Niyə qaçırsan? Niyə qaçırsan? Gəl, orada sözü de, bilirsiniz niyə getmir? O düşünür ki, o gedib oradakı möhtəşəm quruculuğu görəndən sonra xalq bunu bilir, gəlib nə deyəcək? Ondan sonra boşboğazlığı eləyə bilməyəcək ki, ay oranı dağıtdılar, ay buranı düzəməli qurmadılar, ay hökumət nə bilim axı orada quruculuq işlərini normal aparmadı və s. Gəlib sözü olmayacaq danışmağa. Ona görə qaçır Yusuf bəy.